İşğaldan azad olunan ərazilərə böyük qayıdış çərçivəsində daha bir neçə ailə ata-baba yurduna qovuşub. Bugünkü köç kərvanı Ağdərənin Suqovuşan kəndinə yola salınıb. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 54 ailə 179 nəfər köçürülüb. Şəhidlərin ruhu şad olsun. Oğlum, gəlinim, nəvəmlə gedirəm. Çotaqlı ev qismət olur. Allah bütün gənclərə qismət edəsin. Şükür, prezidentimizin sayəsində bu günə çıxdı. O çətinliklər arxada qaldı. İndi sevinirik. Tərtər rayonundan Suqovuşan kəndinə yola salınan növbəti köç kərvanı kəndə çatıb. Kəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib. 26 yaşında çıxdıq. Qaşqı Ağcabəddə yaşadıq. İndi də xoş təəssüratlarla geri qayıdırıq. Bugün çox şükür Suqovuşandan yeni evlə təmin olunuruq. Bugün çox xoşbəxtəm ki, yəni öz elimə babama qayıtmışam. Əziyyət olan hər bir kəsin Allah canını sağ eləsin. Gələk dostum bu yerlərə, burada cənnət havası var. Sərin söyüq bulaqların neçə dərin dəvası var. Kənd üzrə ümumilikdə 180 ailə, 591 nəfər siyahıya alınıb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 40 minə yaxın insan yaşayır. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunublar. Emin Babayev, Fidan Səfərspayev xəbər. Tərtər Suqovuşan.